Hər il səbirsizliklə gözləsəm də, bu il gecikdiyim tut mövsümünün sonuna da olsa gəlib çatdım. Ağacların altına böyük çadırımızı sərib, şirin və bol suları ehtiyatla sirkələyib toplamağa başlaydım. Onu da qeyd edim ki, tutun son bəhməzi daha effektiv, daha xeyirlidir. Və bəhməz hazırlamaq çox uzun, yorucu və böyük zəhmət tələb edən bir prosesdir. Təkbaşına öhdəsindən gəlmək çətin olduğundan bu dəfə hər şeyi anamla birlikdə etdik. Onun təcrübəsi və əllərinin bərəkəti işimizi xeyli yüngülləşdirdi. Topladığımız tərtəmiz tutları əvvəlcə böyük bir qazana doldururuq. Onları əlimizlə yaxşıca əzir, üzərinə təmiz su əlavə edib, həyətdə qurduğumuz odun ocağının üzərinə qoyuruq. Müəyyən bir müddət qaynadıqdan sonra qazanın qapağını açıb, yaxşıca qaynayıb bişən bu kütləni ocaqdan götürürük. Tamamilə ayırmaq üçün onları hissə-hissə ağ kisələrə doldururuq. Ehtiyatlı olmaq lazımdır burada. Biraz bizi incidə bilər bu proses. Kisələrin ağzını bərk-bərk bağlayıb, üzərindən güclə sıxaraq o qiymətli dadlı şirəni süzgəcin altına qoyulmuş böyük ləyənə axıdırıq. Ləyənə yığılan bu ilkin şirəni yenidən təmiz narın bir bezdən süzürük. Bu ona görədir ki, bəhməzin içərisində heç bir kənar hissə tam şəffaf və təmiz olsun. Təxminən mən 4 dəfə bu prosesi təkrarladım ki, bəhməzimiz daha saf olsun və bəhməzin suyunu böyük bir qazana boşaldırıq. Gördüyünüz kimi rəngi hələ də açılmayıb və durudur. Beləcə saatlarla davam edəcək ən səbir tələb edən mərhələ başlayır. Gur ocağın üzərində şirə qaynadıqca üzərinə yığılan köpükləri kəfkirin köməyi ilə durmadan diqqətlə təmizləyirik. Qazan qaynadıqca şirə yavaş-yavaş qatılaşır. Rəngi tünd qəhvəyi tonlara doğru dəyişir. Bu ərəfədə ocağın altını tənzimləmək və bəhməzin yanmamasına diqqət etmək çox vacibdir. Saatlar keçdikdən sonra qazandan gələn o möhtəşəm şirin bəhməz qoxusu bütün həyətə, hətta qonşulara da yayılmağa başlayır. İntensiv şəkildə qaynayan şirənin artıq özünü doğunu görürük. Üzərinə sarı köynək deyilən bir şey var. Bu sarı gələrkən bəhməzimiz artıq hazırdır. Buna diqqət edin. Bəhməzi iki növ tutdan bişirilər, həm bedana, həm də şax. Şax tutun bəhməzi əsl bəhməzdir. Bedana tutun bəhməzi daha çox mürəbbə qatılığında olur. Və araşdırmalar bunu göstərir ki, şax tutun bəhməzi daha xeyirlidir. Ona görə bu bəhməzdən istifadə etməyi məsləhət görürük. Biraz soyuduqdan sonra bəhməzi şəffaf bir qaba süzüb keyfiyyətini yoxlayır. Rənginin parlaqlığı və ipək kimi açıqlığı tam qaydasındır. Budur, anamla birlikdə çəkdiyimiz o böyük zəhmət tamamilə təbii, qatqısı min bir dərdə dava olan ev bəhməzimiz hazır. Bu qış bizə heç bir xəstəlik yaxın düşə bilməz. Hazırlayın. Hər kəsə nuş olsun.